Salam yoldaşlar. Bugün əvvəldə istifadə olunmuş ümumi sınaq için reyzə sualların həllərini izləyəcəyik. Baxırıq bura. Deməli, əvvəldə ilk sualımızla. Bunun əvəzinə yazacağıq və sinus 20. Kosinus 20, amma əvvəldə mənfi ilə. Olduğu kimi yerinə yazırıq. Ondan sonra ortaq çıxardır. Ortaq məxəzdən istifadə edirik. Alt hissəni 2 qat eləməkdən ötəri 2-yə vurdum, 2-yə böldüm. Artıq bu olacaq sinus 40-dır. Üst hissəni də vururam 2-yə və həm də 2 dəvrə. Bu oldu bizdə 2 vururam. Kök 3 bölü 2 kosinus 20, bir də 2-də 1 sinus 20. Alt hissədə 2-də 1 sinus 40. Demək, bunun əvəzinə sinus 60 yazsa, kosinus 60 yazsa, alınacaq ki, alındı sinus 40. Deməli, bu ifadə hamısı sinus 60 çıx 20-nin asışıdır. Alındı 4. Əvvəlki ifadədə onun yerini yazmış olsaq, 16-dan 4, o da elədi 2-də 1. Ondan sonra aşağıdakı sualımız. Bu elə 6 faktorialdır. Bunu da 6 vur, 7 vuraq, 8 kimi yazıram. Ortaq çıxartdıq, bir üstə gələ 6. O olacaq o 720 vuraq, 57. Həmin ədədi də atmış olsaq, 57-ni 3 vur, 19 kimi yaza bilərik. Sonra bunu 36 vur, 20 kimi yazırıq. 36-nı 3 üstü 2, 2 üstü 2, 20-ni 2 üstü 2, 5, 3, 19 formasında. O da elədi 2 üstü 4, 3 üstü 3, 5 üstü 1, 19 üstü 1. Deməli, hər birinin üzərinə 1 əlavə edirəm və vuracam. Olacaq 5, 4, 2, 2, 24 olacaq və 80. Deməli, əvvəlcə üstə gəlməni və mənfi olan halı araşdırmalıyıq. Deməli, bunun üzərinə, hər tərəfin üzərinə 2AB əlavə eləsəm, olacaq A üstə gələ B kvadratı 14AB. Onda A üstə gəl B olacaq kökətdə 14 dənə AB. Hər birindən 2AB-ni çıxartsam, bu olacaq A çıx AB-nin kvadratı bərabər 10AB. A çıx AB-miz moduldadır zıvla. Olacaq 10 dənə AB formasında. Olacaq, deməli, LC A plus B bölək A minus B-ni hesablayırıq. 14 dənə AB, 10 dənə AB. Deməli, 1/4 formasında. İndi onu da sualın özündə yerinə yazmış olsaq, olacaq belə 4 dənə, LC 1/4 çıx 1/4. Deməli, bu ədədi üstünə çıxarırıq. 1/4-ün kvadratı 1/4. O da LC 1/4, yəni 14 bölü 10, yəni LC olacaq o 7 bölək 5 kimi. Ondan sonra aşağıdakı sualımız. Deməli, bu 2-də 1 x-dir. Deməli, və bu x-dir. Belə, bu bunun 2 qatı hesab olunur alfadan. Ona görə 2 qat kimi açıram. Buralı 2 sinus 0,5x. Deməli, kosinus 0,5x plus 2. Alt hissəni 2 qat kimi açsaq, 2 dənə belə kosinusun kvadratı 0,5 çıx 1 plus 3 formasında. Deməli, belə, bu ədədi də açırıq. Sinus 0,5x bölək kosinus 0,5x bərabər. Onu da mənfi 4 bölək qeyd edirik 1. Deməli, sinus 0,5x bərabər mənfi 4
Koysunuz 0.5x eləyir. Aparıb sualın özündə, yəni bu aldığımız ifadədə yerinə yazırıq. Alınır. Deməli 2 dənə vuraq, -4 kosinus 0.5x. Bir də vuraq kosinus 0.5x. Plus 2. Bir də altda 2 dənə kosinus kvadrat 0.5x. O üstəgəl 2. Üst hissədə alındı -8 dənə kosinusun kvadratı 0.5x plus 2. Alt hissədə 2 kosinusun kvadratı 0.5x üstəgəl 2. Həmçinin eynilikdən istifadə edib bir üstəgələ tangensin kvadratı 0.5x bərabərdir 1 böləydir. Kosinus kvadratı 0.5x yazırıq. Bunun əvəzinə -4 yazsaq 17 eləyəcək. Deməli bu olacaq 17-də 1. 17-də 1 ifadəsinin aşağıda. Bu olacaq -8 vur. 17-də 1 üstəgəl 2. Alt hissədə olacaq 2 vuraq. 17-də 1 üstəgəl 2. Bu 17-də 2. Bu 17-də 34 formasında. Bu da 17-də -8. Yenə 17-də 34 kimi yazsaq. 17-də 36. 17-də 26. 36-da 26. 18-də 13. Halında olacaq. Ondan sonra növbəti sualımız. Bu 3 artıq 2b-yə hamısına bir dənə a deyirəm. Sonra üzərinə 2 yazırıq. Olur. Belə 9a kvadrat çıxar. 12ab üstəgələ 4b kvadrat bərabər a kvadratı. Bu olacaq. A-mızın qiyməti olur 3-dür. Onu da üstə 2 qoyanda 9. 12 bu a vuraq b əvəzinə modul a vuraq, modul b vuraq. Kosinus 60 eləyə bilərik. Bir də 4 vuraq 16 kimi yazacağıq. Bu da olacaq a kvadrat 81. 12 vur 3 vuraq 4 vur 2-də 1 plus 64 bərabər a kvadrat. On 2, 6, 72, 64. A olacaq o kök altında 73. Ondan sonra aşağıdakı sualımız. Deməli, bunun üzərinə 2 qoyuruq. Alınır a üstəgəl b. 2 vuraq ab formasında. B kvadrat. Həmçinin viyetə görə bu hasilin verəcək bizə. Yəni 4. Bunun əksi olacaq cəmi, yəni 7. Olacaq o 7 üstəgələ 2 kök altında 4b kvadratı. Bu da 11 edir. 11 də sualda yerinə qoyuruq. 2m çıx 11 bərabər 13 olur. 2m bərabər 24 olur. Yəni olacaq 12 formasında. Davam edirik növbəti sualına. Deməli, ifadəmiz a kvadrat çıxaq b kvadratına oxşayır. Yəni, bunun sürət və alt hissələrin x çıxaq 1-ə vursam, bu mənə ver x üstü 2 çıx 1. Sonra, deməli, bu 2 mötərizə x üstü 4 çıx 1. Bu 2 mötərizə x üstü 8 çıx 1 verəcək. X-in yerinə, deməli, bura 6 qoysaq, 5 x üstü 8 çıx 1. Bir də x üstü 8 böl 5. Yəni x üstü 8 çıx 1 çıx x üstü 8 kimi yazırıq. -1 bölək 5. Sonra növbəti ifadədə a bölək b-ni verib 2. Sonra b bölək c-ni verib 3. Biz axırdan əvvəl işləyək bunu. Deməli, y-yə verəcəm belə 4k, d-yə 1k. Yenə d olacaq, 1k, c-də olacaq, belə 4k. Deməli, y oldu 4k, d oldu 1k, c-də oldu 4k. C hal-hazırda 1-dir. Deməli, 4 olması üçün hər tərəfini vurdum 4-ə, c oldu. B olduğunda 12k. Əgər b 12-dirsə, onda bunu da hər tərəfini 12-yə vuracaq, a olacaq 24k. Hər birini eyni bir hərflə əvəz elədiyimiz üçün aparıb qoyuram yerinə. Yəni 24-ün kvadratı, daha 24 k kvadrat
Demək, plus olacaq o 4k kvadrat. Belə 24k vuraq 4k. Aşağı elədi. 96k kvadrat. 576k kvadrat. 16k kvadrat. 16, 500, deməli 92k kvadrat. 96k kvadrat. Hər tərəfini ixtisar yaparsam 4-ə. Onu da belə 4-ə. 16-ya bölək. 6, 37. 37 böl 6 halında olacaq. Sonra növbəti sualımızda məlumdur ki, BK bərabər f(x)dir. Deməli, əvvəlcə f(x) bərabər y üstü mənfi olacaq 2x, vuraq mənfi 2. Y üstü 2x, vuraq 2. Ondan sonra aparıb x-in yerinə elən 2 qoyuruq. Y üstü mənfi 2 elən 2, vuraq mənfi 2. 2 vuraq yenə 2 vuraq elən 2 formasında. Deməli, bu mənfi 2-ni 2-nin üstünə çıxardıq. Olur mənfi 2 vuraq y üstü elən 2 üstü mənfi 2. Deməli, y və elən apardıq. Deməli, yenə 2-ni də çıxarıram bura. Olur y üstü elən 2 üstü 2. Qaldı mənfi 2 vuraq 1 bölər 4, üstə gələr 2 vuraq 4. Bu mənfi 2-də 1 üstə gələr 8, o da 7 tamamda 5. 15 böl olacaq 2 halında. Sonra deməli, növbəti sualımızı x-in əvəzinə qiyməti yazsaq, sürət və məxrəc 0 olacağı üçün deməli, L'Hopital qaydasından istifadə edə bilərik. Üst-üstə 1 çıxaq belə, kotangens x üstü işləyirik belə. X çıxaq pi bölə 4 üstü işləyək. Aşağı oldu 1. Bu oldu. Deməli, mənfi 1 böl sinus kvadrat. O da bərabər 1 bölək sinus kvadrat x-in. Aparıb x-i qoyam yerinə. 1 bölək olacaq o kök 2 böl 2-in kvadratı. O da olacaq 2. Ondan sonra deməli, belə bu üçlü mənə x minus y-in kvadratını ver. Onda deməli, x-in y qeyndir. Sonra aşağıda x-in yerini ilk yazıram. Plus 3y. İlk ortaq çıxardıram. A plus 3 bərabər 5. İlk bərabərdir 5 bölə A plus 3. Və ifadənin həllinin olmadığını deyir. Həllinin olmaması üçün bu alt üstə 0 olmalıdır. Deməli, A plus 3 0-dır. Deməli, A-mız mənfi 3-dür. Ondan sonra n-ci həc kimi deməli, hər birini açıram. B1 kvadrat kimi. Sonra bu da B1 kub plus B1. Ortaq çıxartdım. B1'i qalacaq 2 kub plus 1 üst 3 kimi yazıram. Burada 1 çıx 2 plus 2 kvadrat. 6 bölsəm. Bunu buna bölsək alınacaq 2 plus 1. Deməli, 2 plus 1 bərabər 16 bölü 4, 4, 2 bərabər 3 halında olacaq. Növbəti sualı yazırıq. Ehtimala aid sualdır. Deməli, və ən azı 2 dənə armud olduğunu belə soruşur. Deməli, ən azı 2 dənədirsə, onda 2 dənə armud ola bilər. Həm 3 dənə alma ola bilər. Ondan sonra bu armud olarsa 3 alma 2 olmuş olacaq. Armud olarsa 4 alma olacaq 1. Və armud olarsa 5 heç alma olmaya bilər. Deməli, P bərabərdir. Əvvəlcə alt hissəsini həll edirik. Deməli, mümkün hallar sayı 9 dənədir bunun hamısı. 5 dənəsini axtarırıq. İndi üst hissədə deməli, 2 armud deyirsə 5-dən 2, 4-dən 3 formasında bir də olacaq. 5-dən 3, 4-dən 2, bir dənə də 5-dən 4 və 4-dən 1, bir də 5-dən 5 və 4-dən 0. Bu axırıntısını eləməsəydi olar. O da bərabər. Deməli, 5-dən 2, deməli 10, sonra 4-dən 3, deməli 4, sonra
Bu da 10, bu 6. Plus 5, 4 ve 1. 6 ise de olacaq 9, 8, 7, 6. Bir de 400, 2, 1 formasında. Böyledir 60, 40, 20, 121, 2, 18, 100, 26. Ondan sonra növbəti həndəsə iştirakçısı aldı. Əvvəlcə bu ortadakı 60-ın alfa və ilkin o cəmi olduğunu alfa plus ilki yazdıq. Sonra x və bunun hamısının eyni olduğu da məlumdur. Sonra bunun hamısı ilə bunun hamısı x plus alfa plus 2-likdə 180. Sonra x-in əvəzinə 2-lik yazıram. Alfa plus 4-likimiz 180 oldu. Bunu da yazacağım bunun altına. Alfa plus 2-lik bərabər 60. Alt-alta çıxardırıq. 3-lik bərabər olacaq 120-yə, 1-lik olacaq 40. Hamısı da 60 olduğuna görə alfa bərabər olacaq 20-yə. Sonra növbəti sual sahə sualdır. Deməli, düzbucaqlı veribdir. Belə, bunun hamısını hissə-hissə, hər birini ayrıca bir sahə kimi yazaq. Bura S1 verirəm. Bu olacaq 6 vur onun yarısı. Bura S2 olacaq. 18 vuraq 4. Onun yarısı 36. Bir dənə belə bu 2 dənəsi qalıbdır. Həmin 2 dənəni də uyğunlaşdırmaqdan ötəri. Deməli, belə K'im olacaq 2K. Deməli, belə KS olacaq, yəni hamısı olacaq 3K. Onda olacaq bura 1K. Həm də məlumdur ki, S1 böl S2 n böləyi n olduğuna görə bura 2S və bura S ola bilər. Və bu hissə-hissə olanların cəmi elə hamısına bərabərdir. Yəni, S1 üstəgəl S2 plus 2S plus S bərabərdir. A üstəgələ B, yəni 10 plus 18 böl 2 vur H. Deməli, bu olacaq 30, 36, 66. 3S 5, 28 vur 5, 140. 3S olacaq 74. S olacaq 74 bölək 3. Və sualda da bu ortadakı sayəni istəyir bizdən. S3 bucaq KBN bərabərdir. 3-də 74 vuraq 2, o da 148 bölək 3 formasında. Ondan sonra aşağıda integral sualımız var. Əvvəlcə ayıraq. Bunu x çıx 5 deyəcək, x çıx 5. X çıx 5 deyəcək, belə 7. X bərabərdir. Deməli, bu oldu 1. Deməli, 6-dan 7-yə 1 üstə gələk. 7 vuraq 1 bölək x plus x minus 5. O da bərabər, o olur x. Bu olacaq 7 vuraq eləyən x çıx 5 forması. 6-dan 7. Yerinə yazacağım. Əvvəlcə belə 7 plus 7 eləyən 2 minus 6 qoyuruq. 6 plus 7 eləyən 1. Onsuz da 0-dır. Bundan bunu çıxırıq 1. Üstə gələr 7 eləyən 2. Bunu da bunun üzərinə çıxarsaq 1 plus eləyən 128. Sonra növbəti sual bərabərsizlik sualıdır. Deməli, x minus 2 kvadrat, x kvadrat çıx 3x çıx 54 kimi yazır. Deməli, hər birinin sıfırlarını alıram, bu olur 2. Bu olacaq mənfi 1 və 4. Sonra ədəd oxunda mənfi 1, 2 və 4. Deməli, bu 2 olar, amma mənfi 1 və 4 altda olduğuna görə və məxrəc 0 olmayacağına görə bunun deməli, bu iç hissələr ağ qalacaq. Ən sağa üstəgəl yazırıq. Sonra minus. Bu ədədin üstündəki ədəd olursa cüt, olduğu kimi işarə qalacaq və belə plus. Və ifadəmiz 0-dan böyük olduğuna görə mənfi sonsuzluq mənfi 1. Sonra deməli bu 2 ayrıca ödəyir.
Bir də olacaq 4-dən belə böyük və ən az və 0-dan böyük olan həllini soruşur. O da olacaq 2. Sonra növbəti sualda soruşur bizdən qiymətlər oblası nədir? Deməli, əgər A 0-dan böyük olduğu zaman, A-sı mənfi olduğu zaman 0 və n arasında olur. Şimdi A-mız mənfi 1-dir, B-miz 6-dır, C-miz olacaqdır 2. N də məlumdur ki, 4A çıxıb B kvadrat bölək 4A-dır. 4 mənfi 1, 4, mənfi 1, 2, çıx 6-nın kvadratı, mənfi 4, mənfi 8, 36, 44, 11. Deməli 0 və 11 aralığında olacaq. Növbəti sualımızı yazır. Deməli, bu dediyimiz bir sadədir. Açıram A çıx B, A kvadrat plus AB plus B kvadrat 127'dir. Deməli, bura 1, bura 127'dir. A çıxaq B'miz əgər 1-dirsə və sualda AB-ni soruşursa, mən üzərinə 2 qoyuram hər tərəfin. A kvadrat çıx 2AB plus B kvadrat olur. Bunu da bunun altına yazıram. Plus AB plus B kvadrat. Bu 1'dir, bu da 127'dir. Bundan bunu çıxıram. 3 AB bərabər 126, AB bərabər olacaq 42. Sonra deməli, növbəti sualda 13 çıxaq, 2 vuraq, 2 kimi yazaq. Sonra bunu da iç hissəyə daxil edirik. 2 çıxaq, 40. Hasilinə və cəminə görə bura olacaq belə 5 və 8. Kök 8, çıx kökdə 5. Eynisini o birisi üçün də eləmək olar. Onda ikisinə ortaq hesabladığımız zaman kök 8 çıx kök 5, kök 8 üstə gələk kök 5, ortaq belə məxrəc olacaq kök 8-in kvadratı çıxaq kök 5-in kvadratı, 12-ni çıxartdım ortaq. Bunun hamısı gəlir bura, bunun hamısı gəlir bura. Kök 8 plus kök 5 çıx plus kök 8 minus 5. Alt hissədə qaldı 3, üst hissədə 2 vuraq, 2 dənə olacaq o kökdə 8. 4, 8 o kökdə 8, o da 16 dənə olacaq o kökdə 2. Sonra növbəti sualımız. Dərəcəni aşağı salsaq 1 çıxaq. Deməli, kosinusu 4x bölü 2. Eyni lobisində də 1 üstə gələkdir kosinus. Belə 8x bölü 2 bərabər 1. Hər tərəfini 2-yə vururuq. 1 çıxaq kosinusu 4x. 1 üstə gələk kosinus 8x bərabər 2. Alınır kosinus belə 8x çıxaq kosinus 4x bərabər 0. Deməli, bunu da bu fərqin hasilə bu çevrilməsindən istifadə eləsək, 6x və sinus. Bu olacaq 2x bərabər 0, sinus 6x bərabər 0'dırsa, 6x bərabər pk, x olacaq pk bölü 6. Burada da olacaq 2x bərabər pn, x bərabər pn belə 2. Biz bu k-nın əvəzinə 3n yazmış olsaq, deməli, bundan bu alınır, ona görə sualımızın cavabı pk bölü 6 olmuş olacaq. Növbəti sual yazırıq. Deməli, məlumdur ki, 2 kök 6 üzü 2 bərabərdir. A vuraq hamısı, yəni A vuraq A üstə gəl 2. O da elədi 24, onda A olacaq 4. A hazır. Eyni qaydanı o birisi üçün də eləmiş olsam, x üstü 2 bərabər olacaq. A vuraq hamısı. Yəni, deməli, 2A, yəni 4 vuraq 8, 32. Deməli, olacaq 4 belə kökdə 2. Növbəti sualda. Deməli, bunun hamısı 12'dir. Mən bura x, bura 12 minus x versəm, deməli, bu 2 dənə üç bucağında oxşar olduğu məlumdur. Olacaq onda 2 bölək 4, x bölək 12 minus x. 2x bərabər 12 minus x, 3x bərabər 12, x bərabər 4. Əgər x olursa 4, onda bura olacaq o 8. Onda alfa 30 olmalıdır ki, 30'un o qarşısındakı uzunluq hipotenuzun yarısıdır. Sonra növbəti sualda da həmçinin deməli, bu xırda üçbucaqla böyük üçbucaq oxşardır. Əgər oxşardırsa 12 bölək
Deməli 8 o da bərabərdir. Böyük üçbucağın deməli belə bu bunun olacaq bizdə 12 8x 20 plus x, yəni bunun hamısı bölə x. Uyğunlaşdırıb hər tərəfini ixtisar aparacağım bu 4-ə 3 3x bərabər olacaq. 40 üstə gələ 2x-ə, x də bərabər olacaq və 40-a. Növbəti sualımızı yazır. Silindr sualdır. Deməli, sualda S-yanı soruşur. S-yan 2πRH-dir. Deməli, bu 15-ə görə, üçbucağa görə biz oraya qeyd edə bilərik ki, sinus 15 bərabərdir h bölü 12. Buradan h bərabər 12-dən sinus 15. Həm də kosinus 15-i eləyə bilərəm. 2r bölü 12. Onda 2r bərabər olacaq 12 dənədir kosinus 15. Və hər ikisini pi vuraq. Burada 2r əvəzinə 12 dənədir kosinus 15. H əvəzinə də 12 dənə sinus 15 yazsaq. Deməli, pi vuraq. Deməli, bu 12-ni də 6 və 2 kimi yazsam olur. 12, 6 elədi 72. 2 sinus 15 kosinus 15. O da sinus 30 verir. 72 pi, o da 2-də 1, 36 pi. Pimiz də 3 olduğuna görə 108. Sonra deməli, növbəti sualı əvvələ qeyd edirik. Loqaritma olacaq 4 əsasdan. Bu üstündəki deməli x-i əvvələ ötürmək lazımdır. Ona görə elədik bunu. Loqaritma 4-dən x, bir dənə də yenə 4-dən olacaq 8. Böyle olacaq 2-dən 3. Sonra bu əvvələ gəlir loqaritma 4-dən x. Bu ortadakı vurmanı da loqaritma 4-dən 2. Bir də deməli 4-dən x halında eləyə bilərik. Bunun hamısına verirsən bir dənə t. Olacaq t vuraq 2-də 1 plus t bərabər 2-də 3. Bunu vurduq, açdıq. T kvadrat plus 2-də 1 t çıx 2-də 3 bərabər 0. Hər tərəfini 2-yə vurduq. 2t kvadrat deməli plus t minus 3 bərabər 0. Deməli, əmsalların hər birinin o cəmi 0 olduğuna görə bunun belə biri 1-dir, o birisi olacaq belə s bölü a. Onu qoysaq bura. Yəni loqaritma 4-dən x bərabər 1-dirsə x olacaq 4. Burada da x olacaq 8-ə 1. 4 plus 8-ə 1, 4 tam 1000-də 125 halında. Sonra növbəti sualımız uyğunluq sualıdır. Deməli, bu əslində 2 minus o 4 idi. Bunun üstündə b xət olduğu zaman, yəni z-in qoşması olduğu zaman olacaq üstə gəlir. 1-a. Sonra deməli, belə bu olacaq deməli 4 və 16, o deli 20, yəni d və y uyğun gəlmir. Eyni şey o birisi üstündə eləmək olar. Z üstü xət olacaq, -2 minus olacaq 4-i, o da variant B-yə uyğundur, elədir 2B. Həmçinin aşağıdakılar uyğun gəlmədi. Bu da olacaq 2 plus 3-i, yəni S, sonra 2-nin kvadratı ilə 3-ün kvadratı bizə 4 plus 9, 13 deyir. Yəni həm S, həm də olacaq D. Sonra deməli, növbəti sual, üçbucaq sualdır. Deməli, BD-nin tənbölən olduğunu verib, həm də median olduğunu veribdir. Bu Y və S-ni birləşdirsəm, deməli, bu AYS üçbucağında da həmçinin hündürlük və median, deməli, bu da bir tənböləndir. Yəni, bu üçbucaq bərabər yanlıdır. Deməli, AY və YS eynidir. 27-dir. Burada 63, 63-dür. Bu 63, 60 üstüsə elədir 126, deməli, bu 54. Sonra YFS üçbucağında da FS və YS eyni olduğuna görə bu 54 olanda o birisi 54 olur. Onda burada 126 olmuş olacaq. Sonra növbəti sual prizma sualıdır. Deməli,
Sual verib bizə SCN 32-dir. Yəni P oturacaq və H olacaq 32. Bura olacaq 4-a 32. AH elədi 8. Bu 1. Sonra sual bizə həm də bu diaqonal veribdir. Bura A-dırsa olacaq deməli A3-2. Deməli bu üçbucağa görə fikirləşsək, H-ın kvadratı ilə A3-2-nin kvadratı bərabər 6-nın kvadratına, yəni deməli olacaq 2A kvadrat plus H kvadrat bərabər 36. H əvəzinə eləyəcəm o 8 bölü A-nı, altda əvəz eləyəm. 64 bölü A kvadrat bərabər 36. Vurdum A kvadratına. 2A kvadratı çıx 36A kvadratı plus 64. Olacaq 0. Hər tərəfini 2-yə böldüm. A kvadrat çıx 36 idi. 18 A kvadratı. Bu A üstü 4. Bir də plus 32 bərabər 0. Bu deyil 16 ilə 2. A kvadrat əgər 16-dırsa A olacaq 4. A kvadrat əgər 2-dirsə A olacaq o köşdə 2. Onda H bərabər olacaq. Deməli, 2. Onda V də bərabərdir. S oturacaq bura H olduğuna görə. Yəni A kvadrat bura H-dir. 16 vur 2, 32. Və ya bura olacaq 4 köşdə 2. Deməli, V yenə A kvadrat vur H-dir. Olacaq 2 vuraq, 4 köşdə 2, yəni 8 köşdə 2. Deməli, yəni sualımızın həm 32, həm də 8 köşdə 2 olmaqla 2 cavabı var. Deməli, və axırıncı sualımız isbat sualı. Sual bizdən H-ın kvadratının əmin olduğunu isbat eləməyimizi istəyir. Əvvəlcə H kvadrat plus M kvadrat olacaq A kvadrat. Eyni ilə o bir üçbucaqda da yenə H kvadrat N kvadrat olacaq. B kvadratı. Bu alt-alta üstə gəlsə 2H kvadrat plus M kvadrat N kvadrat. Bu da olacaq A kvadrat plus B kvadrat. O da məlumdur ki, S-nin kvadratıdır. S-nin də əvəzinə M plus N üstü 2 eləmək olar. 2H kvadrat plus M kvadrat plus N kvadrat olacaq. M kvadrat plus N kvadrat plus 2MN. Bu M-lər getdi. Deməli, 2H kvadrat 2MN-dirsə, H kvadrat bərabər MN olmuş olacaq.